Paytaxtın Nəsimi rayon Azadlıq prospekti bina 13 ünvanında bugün paytaxt sakini tərəfindən illər öncə qanunsuz inşa edilən hovuz sökülüb. Hovuzun söküntüsü zamanı binanın dam hissəsində ucaldılan bir mərtəbəli tikili də uçurulub. Həmin ünvanda yaşayan paytaxt sakini ona məxsus tikintinin qanunsuz söküldüyünü iddia edir və uçurulan tikili ilə bağlı bütün sənədlərinin qaydasında olduğunu deyir. Bunun icazəsi yox idi. Elə belə mən özüm tikmişdim öz tərəfimdən. Bunun icazəsi var, özdə kupsadadır, özdə tek pasportdadır, budur. 25 il öncə şəhərin mərkəzində 2 mərtəbəli yaşayış binasının damını alıb hovuz tikmişdi. Bugün isə qanunsuz olduğu üçün söküldü. Şəhərin mərkəzində 2 mərtəbəli yaşayış binasının dam hissəsində əlavə tikili uzaldılaraq hostel tikilib. Hostelin sol tərəfində isə bu formada hovuz. Hansı ki, bu tikili, yəni hovuz 25 il öncə tikilmişdi. Hostelin sahibinin sözlərinə görə, yəni bütün sənədləri, tikintiyə icazəsi var və bütün sənədləri də var. Ancaq hovuzun yəni qanunsuz tikildiyini özləri də etiraf edir. Ancaq bugün həm hovuzun, həm də hostelin söküntüsü həyata keçirildi. Vali Abbasquliyev bildirir ki, o binanın birinci blokunun ikinci mərtəbəsi və daha sonra dam hissəsində aparılan əlavə tikinti ilə bağlı bütün müvafiq icazələri 25 il əvvəl alıb. Öz pulumla 400 mindən çox pul xərcləyib buranı tikdirmişəm. Lakin həmin dövrdə Nəsimi rayon İcra Hakimiyyəti tikintinin qanunsuz olduğunu əsas gətirərək onu məhkəməyə verib. Verdilər məni məhkəməyə 2005-ci ildə Erju, Nəsimi rayon Erjusu. Onlardan da mənim xeyrimə həll olundu. Hovuz kimi istifadə edirdim, burada ağac çiyə dəymişdim mən bunun üstündə. Suluyurdum, eləyirdim. Uşaqlar da hərdən qaranlıq düşəndə çimirdilər. Sonra Vali Abbasquliyev binanın dam hissəsində hovuzla inşa edir. Lakin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi bu tikintidən 25 il sonra xəbər tutur. Elə birincidən giriş, birincidə də bir ev otağım var idi. Bir də ikinci mərtəbə, bir də bura hamısı mənimdir. Məhkəmənin qərarıyla mənim ixtiyarıma verildi. Öz evim kimi, öz ailəmin yaşayışı. Sonradan imkan, pul vəziyyəti çətinləşəndə hostel kimi istifadə eləməyə başladım. Və bugün həmin hovuzla yanaşı 25 il öncə sökülməsinə cəhd olunan tikinti də sökülür. Vali Abbasquliyev hovuzu qanunsuz tikdiyini etiraf etsə də, binanın dam hissəsində tikdiyi əlavə tikintinin İcra Hakimiyyəti tərəfindən qanunsuz söküldüyünü deyir. Çıxarışı bax budur. Baxın, görün necə, eyni bax, bizcə də nədir görürsünüz? Mansard. Binanın balans daşıyıcısı olan Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirildi ki, şikayət əsasında bir müddət öncə birliyin mütəxəssisləri tərəfindən binaya baxış keçirilib. Müəyyən edilib ki, damda tikilmiş hovuz və əlavə tikili binanın konstruksiyasına və dam örtüyünə ciddi təhlükə yaradır. Tikililərin binaya daha böyük zərər verməməsinin qarşısının alınması məqsədi ilə təxirə salınmaz tədbirlərin görülməsi zərurəti yaranmış və tikililər dərhal sökülüb. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.